100 milyon bazar değerinin olan dünya çempionatına getməyəsən. Bir çox futbolcunun xəyalını bəzəyən Dünya Kubokuna sayılı günlər qalıb. Bugünkü videomuzda isə bu möhtəşəm turnirdən kənarda qalan ən bahalı 5 futbolcuya nəzər salacağıq. 5-ci sırada 75 milyon avro bazar dəyəri ilə Nigeriyalı hücumçu Victor Osimhen yer alır. Nigeriya play-off finalında Kongoya penaltılarla məğlub olaraq Dünya Kubokundan kənarda qaldı. 4-cü sırada Sandro Tonali var. İtaliya son 3 dünya çempionatında özünü Azərbaycan kimi hiss etdiyi üçün yenə play-off finalında Bosniyaya məğlub oldu. Nəticədə təcrübəli yarım müdafiəçi Dünya Kubokundan uzaq qaldı. 3-cü sırada Manchester United'ın yeni hücum silahı Bryan Mbeumo qərarlaşıb. Kamerunlu futbolcu 80 milyon avroluq bazar dəyəri ilə siyahımızda öz yerini tutur. 2-ci sırada 90 milyon avro bazar dəyəri ilə Kvicha Kvaratskhelia yer alır. Gürcü futbolcu klub səviyyəsində uğurlar qazansa da milli komandada hələ də istədiyi nəticələri əldə edə bilmir. Birinci sıraya keçməzdən əvvəl videomuzu bəyənib kanalımıza abunə olaraq bizə dəstək ola bilərsiniz. Və nəhayət birinci sırada bu mövsüm Liverpoolu ayaqda saxlayan maestro Dominik Szoboszlay var. Macar futbolçunun bazar dəyəri 100 milyon avro təşkil edir. Bu rəqəm isə Dünya Kubokuna vəsiqə qazanan bir çox millinin ümumi heyət dəyərindən daha yüksəkdir. Və sizin Dünya Kubokunda görmək istədiyiniz futbolçu kimdir? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın.